Ukrayna yeni əks-hücum əməliyyatına start verib. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazır ki, Kiyev fevralın 11-dən 15-nədək 201 kvadrat kilometr ərazini azad edib. Bu, Rusiyanın ötən ilin dekabrında işğal etdiyi ərazi qədərdir. İndi azad edilən torpaqlar 2023-cü ilin iyununda həyata keçirilən əks-hücumdan sonra Kiyevin ən böyük uğuru hesab olunur. Ukrayna ordusu Zaporojyedən 80 kilometr şərqdəki ərazini geri qaytarıb. Əməliyyat ərazidəki Rusiya bölmələrini taktiki cəhətdən əhəmiyyətli Hayçur çayı üzərindən geri çəkilməyə məcbur edib. Həmin ərazini yayın sonlarından bəri Rusiya qüvvələri tutub. Kiyevin bu uğurunun arxasında Starlink terminallarının bağlanması durduğu bildirilir. Belə ki, Rusiya qoşunlarının Starlinkə girişi məhdudlaşdırılıb. Məlumata görə, Moskva elektron maneə sistemlərini aşmaq və hədəflərə dəqiq zərbələr endirmək üçün sözü gedən şəbəkədən xüsusilə istifadə edir. Nəticədə Rusiya qoşunlarının komandanlıq və nəzarət sistemi ciddi problemlərdən üzləşib. Bir müddət hücum əməliyyatlarını müvəqqəti dayandırmaq məcburiyyətində qalıblar. Bu isə Ukraynaya torpaqlarını işğaldan azad etmək fürsəti yaradıb. Starlinkə giriş məhdudlaşdırılıb, eləcə də Telegram sosial şəbəkəsi. Bu səbəbdən Rusiyanın komandanlıq və idarəetmə sistemi pozulub. Bölmələr arasında effektiv ünsiyyət qurulmursa, bu döyüş meydanında əlverişsizlik yaradır. Ukrayna döyüş meydanının idarəetmə proqram təminatı baxımından buna liderlik edir. Rusiya indi söz gedən problemi həll etməyə çalışır. Kiyev əksər hücumların potensial üstünlüklərindən necə yararlanacaqları barədə düşünməlidir. Həmçinin Ukrayna Rusiyaya qarşı hava şarları taktikasından da istifadə edir. Fransa inqilabından qalma bu hərbi texnologiya zərbələr endirmək, kəşfiyyat, yük daşıma və aldatma məqsədi daşıyır. Həmin şarlar radarlar üçün görünməzdir və dronları sıradan çıxaran radioelektron mübarizə xəttinin üzərində uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda uzaqda yerləşən hədəfləri vurmaq üçün kamikadze dronlar kimi silahlar da daşıya bilir. Çünki radarlar belə şarları döyüş təyyarələri kimi qəbul edir. Bu üsul Rusiyanın dərinlikləri neft yataqları və emalı zavodlarına, gəmiçilik terminallarına, dəmir yoluna zərbələr endirmək və iqtisadiyyatını zəiflətmək imkanı verib. Hava şarları küləyə bağlıdır. Ukraynada əsas küləklər şərq istiqamətində əsir. Bu da şarların təbii olaraq Rusiyaya tərəf uçmasına şərait yaradır. Bir neçə yüz dollara başa gələn hava şarını vurmaq qarşı tərəf üçün milyonlardan dollara başa gələ bilər. Həmçinin onlar günəş enerjisi ilə işləyir. Şarlar öz kursunu avtomatik tənzimləyə bilir və operatorlar missiyanı dəyişmək üçün proqram yenilənmələri göndərə bilirlər. 2024-cü ildən başlayaraq Ukrayna sözü gedən şarları əsasən kamikadze silahlarını daşımaq üçün istifadə edib. 2025-ci ilin sentyabrında isə Kiyev 30-dan çox hava şarı ilə Rusiyanın bölgələrinə ilk kütləvi hücum həyata keçirib. Biz çox sərt qışdan çıxırıq. Millətimizə torpaqlarımızı 1991-ci ildəki sərhədlərimizə çatdıracağımıza söz vermişdik. Hamı yeni mövsümü gözləyir. Ukraynada mənzillərin 1/3 isinmir. Bu fəslin sonuna qədər də istilik bərpa olunmayacaq. Elektrik enerjisi təxminən gündə 3-4 saat verilir. Buna baxmayaraq əhalinin əhval-ruhiyyəsi hökumətin nail olmağa çalışdığı şeyləri dəstəkləyir. Bu bizə daha bir hərbi addım atmağa imkan verir. Ölkəmizdə siyasi və iqtisadi vəziyyət hələ də sabitdir. Ona görə də biz daha da irəliləyə bilərik. Lakin Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf almaqda davam edir. Odessaya hücum nəticəsində ciddi ziyan dəyib. Elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb. Prezident Volodimir Zelenski günlərdir məsələ ilə bağlı çağırışlar eləyir. Hətta Kiyevdə əhalini istilik və enerji ilə təmin etmək üçün humanitar çadırlar qurulub. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazır ki, Moskva indi Ukraynanın daha çox ərazilərini işğal etmək üçün başqa rabitə sistemlərini sınaqdan keçirir. Barajvan adlı sistem yoxlanılır. Amma sözü gedən sistem Starlink qədər peşəkar deyil. Bu müddətdə isə Kiyev zərbələrini intensivləşdirir. Məlumata görə, Ukrayna qüvvələri Krasnodarda Rusiyanın neft infrastrukturuna hücum edib. Hətta neft terminalına zərər dəydiyi və yanğın baş verdiyi bildirilib. Görünür, müharibənin 4-cü il dönümünə az qaldığı bir vaxtda Kiyev hücumlarını daha da artıracaq.